Kriptovalyuta nədir və necə işləyir? Kriptovalyuta əslində rəqəmsal bir pul vahididir. Ən çox tanınanı Bitcoin'dir və çox vaxt insanlar kripto deyəndə elə Bitcoin'i nəzərdə tuturlar. Əslində bu sistem başa düşülməyəcək qədər mürəkkəb deyil. Gəlin hər kəsin bildiyi bank transferi nümunəsi ilə müqayisə edək. Təsəvvür edin ki, bank hesabınızda 100 manat var və dostunuza 10 manat göndərmək istəyirsiniz. Proses necə işləyir? Hər ikinizin kartında 16 rəqəmli kod var. Bu, yalnız sizə məxsus olan təkrar olunmaz bir kombinasiyadır. Siz tətbiqdə həmin 16 rəqəmi yazırsınız və məbləği daxil edirsiniz. Burada fiziki olaraq pul bir əldən digərinə keçmir. Bank sadəcə sizin balansınızdan 10 manat çıxır, dostunuzun balansını isə 10 manat artırır. Kriptovalyutada da proses eyni ilə bu cür baş verir. Kripto pul qabları, məsələn Trust Wallet və ya Token Pocket, bankların mobil tətbiqi kimidir. Bank tətbiqində manat və ya dollar olduğu kimi, burada da Bitcoin, Ethereum və digər coinlər olur. Onlara normal valyuta kimi baxın. Burada bank kartının 16 rəqəmli kodunu həm rəqəm, həm də hərflərdən ibarət cüzdan adresi əvəz edir. Dostunuza kripto göndərmək üçün onun adresini eyni ilə kartın 16 rəqəmi kimi götürürsünüz, göndərəcəyiniz məbləği yazırsınız və düyməni sıxırsınız. Bitdi. Sistem eyni məntiqlə işləyir. Bir tərəfdən azalır, digər tərəfə əlavə olunur. Bəs fərq nədir? Blockchain və minerlər. Bank transferində arada bir mərkəz, bank var. Bank istəsə əməliyyatı ləğv edə bilər, hesabınızı bloklaya bilər və ya prosesə müdaxilə edər. Buna mərkəzləşdirilmiş sistem deyilir. Kriptovalyutada isə arxa planda proses tamamilə şəffafdır və heç bir mərkəzdən asılı deyil. Bu sistemi ayaqda saxlayan blockchain və minerlərdir. Blockchain nədir? Təsəvvür et ki, bir qrup dostunla, məsələn Əli, Vəli və sənin ortaq bir dəftəriniz var. Bu dəftərdə kimin kimə nə qədər borcu olduğu və ya kimin nə qədər pulu olduğu yazılır. Amma bu dəftərin 3 əsas fərqi var. Mərkəzi yoxdur, yəni hamıda bir nüsxə var. Normalda banklarda bütün məlumatlar bankın öz kompüterində, yəni mərkəzdə olur. Blockchain-də isə bu dəftərin eyni nüsxəsi hamıda eyni vaxtda var. Əli Vəliyə 10 manat verəndə bu məlumat hamının dəftərinə eyni anda yazılır. Silmək və ya dəyişdirmək mümkün deyil. Dəftərin vərəqləri elə bir sehirli mürəkkəblə yazılır ki, bir dəfə yazıldısa, onu nə pozmaq olur, nə də qaralamaq. Əgər kimsə öz dəftərində hiylə işlədib rəqəmi dəyişmək istəsə, digər dostların dəftəri ilə uyğun gəlməyəcəyi üçün həmin adamın dəftəri saxta hesab olunur. Zənciravi bağlılıq, blok plus chain. Dəftərin hər vərəqi bir blokdur. Hər yeni vərəq özündən əvvəlki vərəqin sanki bir möhrünü və ya izini daşıyır. Beləliklə, vərəqlər bir-birinə qırılmaz bir zəncirlə, chainlə bağlanır. Əgər kimsə keçmişdəki bir vərəqi dəyişmək istəsə, bütün zəncir qırılır və hər kəs bundan xəbər tutur. Bu əməliyyatları təsdiqləyən şəxslərə isə minerlər, mədənçilər deyilir. Təsəvvür et ki, dostlarınla olan o dəftərə yeni bir səhifə əlavə etmək lazımdır. Amma qayda belədir. Hər kəs səhifə əlavə edə bilməz. Yeni səhifəni dəftərə tikmək üçün çox çətin bir riyazi tapmacanı həll etmək lazımdır. Budur miningin 3 sadə addımı. Yarış, riyazi tapmaca. Dünyanın hər yerindəki güclü kompüterlər, minerlər eyni zamanda çox mürəkkəb bir digital tapmacanı həll etməyə çalışırlar. Bu tapmaca o qədər çətindir ki, insan beyni ilə bunu etmək mümkün deyil, kompüterlər isə saniyədə milyonlarla variant yoxlayırlar. Təsdiq və qeydiyyat. Tapmacanı ilk həll edən kompüter qışqırır, mən tapdım. Digər minerlər dərhal yoxlayırlar və əgər cavab doğrudursa, həmin miner yeni əməliyyatları, məsələn Əli Vəliyə 5 manat göndərdi, rəsmi olaraq blockchain dəftərinə yazır. Mükafat, niyə kimsə bunu etsin? Bu işi görən kompüterin sahibi, miner, həm elektrik pulu ödəyir, həm də bahalı avadanlıq işlədir. Bunun qarşılığında sistem ona zəhmət haqqı olaraq yeni yaradılmış kriptovalyuta, məsələn Bitcoin hədiyyə edir. Bəs bu tapşırıqlar həll olunmasa nə olar? Bu texniki olaraq demək olar ki, qeyri-mümkündür. Sadəcə şəbəkə çox məşğul olarsa, həll müddəti uzana bilər və bu da pulun qarşı tərəfə gec çatmasına səbəb olar. Diqqət etməli olduğunuz vacib məqamlar. Təsəvvür et ki, sən dostuna bağlama göndərirsən. Amma dostun Bakıda yaşayan halda sən bağlamanın üstünə Paris yazırsan. Real həyatda poçt işçisi bunu görüb sənə qaytara bilər. Amma blockchain-də poçt işçisi yoxdur. Ethereum və Bitcoin fərqi.
Bitcoin və Ethereum fərqli dünyalardır, yəni fərqli dillərdə danışırlar. Bitcoin'i Ethereum adresinə göndərmək sanki bir məktubu olmayan bir ünvanı atıb, açarını da dənizə atmaq kimidir. Geri dönüşü yoxdur. Bankda səhv karta pul göndərəndə banka zəng eləyib səhv etmişəm deyə bilərsən. Amma blockchain-də rəhbər yoxdur, müştəri xidmətləri yoxdur, pul o səhv ünvanda sonsuza qədər donub qalır. Nə sən götürə bilirsən, nə də göndərdiyin adam. Qızıl qayda. Həmişə adresi kopyalayıb yapışdırdıqdan sonra ilk 4 simvol və son 4 simvolu mütləq gözlə yoxla. Memo tag. Böyük binanın mənzil nömrəsi. Bəzi kriptovalutalar, məsələn Ripple, XRP və ya Stellar, XLM adreslə yanaşı memo tag və ya destination tag adlı kiçik bir rəqəm kodu da tələb edir. Bunu belə təsəvvür et. Adres bərabərdir binanın ünvanı. Sən pulu bir birjaya, məsələn Binance-ə göndərirsən. Birjanın ünvanı böyük bir göydələndir. Memo tag bərabərdir mənzil nömrəsi, o göydələndə minlərlə insan yaşayır. Əgər sən bağlamanın üstünə mənzil nömrəsini yazmasan, bağlama binanın həyətinə atılacaq. Bina rəhbərliyi, yəni birja, bilməyəcək ki, bu pul həmin minlərlə adamdan məhz hansına gəlib. Nəticə, əgər memo tag yazmasan, pulun həmin binanın həyətində, yəni birjanın ümumi cüzdanında itib batacaq. Onu geri almaq üçün aylarla birja ilə yazışmalı və bəzən böyük cərimələr ödəməli olacaqsan. İndi isə praktika. Trust Wallet quraşdırması. İndi işi praktikaya tökmək vaxtıdır. İlk öncə sizə lazım olan Trust Wallet-i yükləmək olacaq. Bu sizin üçün önəmli də, əgər bu işə başlayacaqsınızsa, bundan çoxlu istifadə edəcəksiniz. Yüklədiyiniz zaman Create a New Wallet yazısına basacaqsınız. Yəni, yeni cüzdan yaratmaq istəyirəm. Tətbiqə girəndə istifadə edəcəyiniz şifrə üçün 6 rəqəmdən ibarət şifrə yazacaqsınız. Barmat izini də aktiv eləmək istəsəniz edə bilərsiniz. Və ən vacib məqam. Gördüyünüz kimi burada nə bir nömrə, nə də bir e-mail yazmadıq. Yəni, ham-hazırda burada pulunuz olsa və əgər telefonunuz format olsa, itsə və s. siz artıq o pullara çata bilməyəcəksiniz. Çünki bərpa edəcəyiniz bir funksiya hal-hazırda yoxdur. Ona görə göstərdiyim qaydada bura gəlirsiniz, manual üzərinə klikləyirsiniz, şərtləri qəbul edib davam edirsiniz. Sizə burada 12 söz verəcək. Bu, random ingiliscə 12 ədəd sözdür. Bunu telefona deyil, mütləq bir vərəqə, dəftərə yazıb saxlayın. Continue basdıqda sizdən məsələn 6-cı və ya 10-cu sırada olan söz nədir deyə soruşacaq. Yazdığınız kağıza baxaraq bunu edin və bununla iş bitir. Əgər problem olarsa, bu 12 sözü yazaraq istənilən yerdə hesabınıza keçid edə bilərsiniz. Ən vacib diqqət etməli olduğunuz məqam, 12 söz yalnız və yalnız sizə məxsusdur. Bunu heç bir yerdə, heç bir şəxsə verməyin. Hesabınızı düzəldirəm, pul yükləyəcəm və s. kimi bir vəd versələr belə, bunu heç bir şəxsə verməyin. İndi keçək ilk əməliyyatınıza. Daha yaxşı başa düşmək üçün bir kriptovalyuta göndərinizi tövsiyə edirəm. Bunun üçün sizə Nimiq Sunset proqramını yükləməyinizi tövsiyə edirəm. Proqramı yüklədikdən sonra Trust Wallet-ə gəlin. Receive basın, kripto şəklində edəcəyimiz üçün kriptovalyuta seçimi edin. Axtarış yerində NIM yazaraq Nimiq coinini tapın və qarşısından kopyalama düyməsini basaraq həmin Nimiq göndərmək üçün adresi kopyalayın. Nimiq Sunset proqramını açanda sizdən pulu göndərmək üçün Nimiq adresi istəyəcək. Kopyaladığımız adresi bura yapışdırın və oyun oynayaraq Nimiq qazanmağa çalışın. Oyunda məqsəd qarşınıza çıxan ikonları udmaqdır. Bir oyunda 10 ədəd utduqda sizin Trust hesabınıza müəyyən qədər Nimiq göndərəcək. Artıq ilk göndərişdən sonra bu tətbiqi silə bilərsiniz. Buradan yüksək bir şey qazana bilməyəcəksiniz. Sadəcə kriptonu necə göndərməli olduğunuzu göstərmək üçün bir miqdar coininiz olmalıydı. Başqa bir telefonda da Trust hesabı açın və oradan götürdüyünüz Nimiq adresinə sizdə olan Nimiqləri göndərməyə çalışın.